Mhm. Bəs de görün mənə, sinif iclaslarını deyirəm ki, yalnız şagirdlər müəllimlə birlikdə keçirtməlidirlər. Doğru bir yanaşmadır. Yalnız yox müəllimə, şagirdlə şagird də ola bilər. Aha, yox. Hə, deyirəm ki, şagirdlə şagird də ola bilər, bəli. Hə. Yəni bu düzgün bir yanaşma deyil. Yəni 2-3 dəfə müəllim keçirdir, ondan sonra nə edirdi? Şagirdlər də yəni öz Keçirdə bilərdi. aralarında edə bilərdilər. Bəs sinif iclasları nə zaman keçirdirik? Sinif iclasları ilin ortasındaydı müəllimə, bir də ki, ilin əvvəlində, yoxsa Sinif iclasları ilin əvvəlində keçirdirik. yox, İlin əvvəl ortası yox. Hə. Ümumiyyətlə vaxtı nə vaxtdır bunun? İlin ortası əvvəl nədir? yox müəllimə, bu tənəffüs vaxtı da olan deyilsən. Qatdın Dərsdən qarışdın sonra. hamısını. Tənəffüsdə dedik, bir də dərsdən sonra da. Həm Hə. tənəffüsdən və dərsdən sonra. Yəni dərs vaxtı sinif iclası keçirdə bilmərik. Dərsdən sonra, yəni tənəffüslərdə keçirdə bilərik. Yaxşı, bəs de görün mənə buzqıran strategiyası nə idi? Buzqıran. Buzqıran da buzların əriməsidir, şagird-şagird münasibətidir. Həm canlı da ola bilər, həm distant da ola bilər də, müəllimə bayaqlar izahda dedi, səhvləmirəmsə. Bəli, onlayn da buzqıran idi. istifadə eləyə bilərik. Hə, onlayn. Yəni təhsildə istifadə eləyə bilərik. Bəli. Şagird, müəllim-şagird arasında nə idi? Buzların əriməsi idi. Yəni münasibətlərin düzəldilməsinə şərait yaradır. Bir də müəllimə ilin ortasındaydı, bir də əvvəlində idi. Buzqıran strategiyası. İstifadə eləyə bilərdik, bəli. Yaxşı, bəs de görün mənə gözlənti necə olur? Necə olmalıdır gözlənti? Gözlənti Gözlənti necə olmalı idi? Əvvəldəki Gözlənti aydın olmalıdır, dəqiq olmalıdır, ümumi olmalı deyil. Aydın, dəqiq. Bəli. Deyirdik ki, nədir? Bir şirin dillə deyilmiş sözdür də gözlənti. Şagird gözləntiyə əməl etmir. Müəllim cəza verir ona. Yox, müəllimə. Nə edirdi? Birinci, əgər əməl etmirsə, qayda qoymalı idi, səhv eləmirəmsə. Gözləntiyə əməl etmirsə, Sonra məşq qayda qoyur. etməlidir. Yox, qarışdırma bir-birinə. Gözləntiyə əməl etmir, qayda qoyur. Qayda qoyur, hə. Aha. Gözləntiyə əməl etmirsə, bəli, qayda qoyurdu. Qaydaya çevrilir də bu. Məşq et, o nə deməkdir? O niyə qarışdırsan buna? O prosedurdadır. Hə, prosedurdadır müəllim, o məşq etmək nəsə qüvvətlə. Prosedur üç yanaşma prosedurlar. İzah et, yəni öyrət. Hə, Məşq et, möhkəmləndir. Şagirdlər prosedura nə zaman əməl etmir? Müəllim onları məşq etdirməyənə də, möhkəmləndirməyib də, bəli, deyir ki, gün ərzində bəli. möhkəmləndirmə aparmalıdır. Yaxşı, bəs de görün mənə hansı nəzəriyyəmizdə idi ki, deyirdik ki, ilk öncə zehin inkişaf edir, sonra öyrənmə gəlir. Yəni yaş artır, sonra öyrənmə gəlir. Piagetdə, müəllimə. Piagetdə idi, bəli. Yaxşı. Piagetin hansı mərhələsində idi ki, deyirdik ki, burada egosentrizm vardı, mən mərkəzçiliyi var idi. İlkin əməldə idi, mən mərkəzli. Aha. Şagird durarkən, səhər durarkən yerini yığır. Deyir, əgər yerimi yığmasam, anam məni danlayacaq. Müəllimə, bu itaət cəza idi. İtaət və cəzadaydı, bəli. Cəza alacağına görə itaət edirdi də burada. Görə qorxur, yığışdırır da, bəli. Qorxur, bəli, edirdi. Yaxşı, bəs hansındadır ki, məsələn, Lalə deyir ki, mən dərsə çıxanda, Nuraya deyir ki, dərsə çıxanda mənə deyərsən yerdən, o da deyir ki, hə, yaxşı, deyəcəm sən, amma sən də mənə deyərsən dərsə çıxanda. Qarşılıq gözləyir. Müəllimə, bu individualizmdir. Bəli, qarşılıq güdür də, bir mənfəət güdür. Əvəz. Bəli. Yaxşı, bəs de görün mənə intellektlərdən hansında idi ki, deyirik burada diqqət ön plandadır, danışmağı sevmirlər. Təsvirlərlə, şəkillərlə düşünürlər. İntellekt tiplərindən. Divergent. O düşünmə formalarıdır. Məkan vizual, şəxslər arası, fərd daxili. Verbal. Deyirəm, danışmağı sevmir. Şəkil, qeyri-verbal. O qeyri-verbalın adı nə gedirdi burada? Məkan vizual da. Məkan vizual idi.
Yaxşı, Hə bəs deyirəm müəllim, ki, müəllim. zəka oyunlarını sevirdilər, tənqidi fikirlər irəli sürürlər. Tənqidi fikirlər irəli sürürdülər. Məntiqi idi də. Ay Allah, bunun adı nə idi? Riyazi, Tapmaca riyazi, məntiqi idi müəllim bu. hə, riyazi, Riyazi. məntiqi. Bəli. Yaxşı. Bəs de görüm mənə hansındaydı ki, deyirdik ki, xarici dilləri öyrənməyi sevirlər. Bir söz de dur kənarda dayanmadan danışsın. Verbal. Aha. Nə idi? Verbal Verbal. lingvistikdə idi də, bəli. İngilis. Deyirəm ki, aydan dərs oxuyarkən evdə o yana gedir, bu yana gedir dayanmadan. Hərəkətdir müəllimə bu. Kinestetik. Nə olur burada? Kinestetik. Aha, yaxşı. Bəs de görün mənə hansındaydı ki, deyirəm ki, deməli, məsələn, aydan deyirəm mövzunu oxuyarkən replə öyrənir. Musiqi. Aha, musiqidə idi, bəli. Musiqi. Yaxşı. Bəs hansı intellektdə idi ki, deyirdik ki, bunlar başqalarını manipulyasiya edə bilirlər, liderçilik bacarıqları yüksək olurdu. Müəllimə, şəxslər arası idi liderlik. 2 şəxs. Rollu oyun. Aha, bəli, şəxslər arası idi. Yaxşı. Bəs de görün mənə fəaliyyəti tək başına edir. Özü etməyi sevir. Fərd. Fərd daxili. Fərd daxilidə idi, bəli. Fərd daxilidə olur. Sonra Hüsniyə müəllimə. Sağ ol müəllim. Sağ olun. Müəllimə. Hüsniyə müəllimə. Deyin görün mənə behaviorizm nəzəriyyəsi nə ilə bağlı idi? Davranışla bağlı idi. Davranışla bağlı idi, bəli. Yaxşı. Behaviorizm nəzəriyyəsindən deyin görün mənə. Deyirəm ki, deməli, sinifdə 2 şagird dalaşır. Müəllim nə deyir onlara? Deyir ki, məsələn, səhvə 5-dən 20-yə qədər tapşırıqların hamısını edib gətirirsiniz. Elə bir gücləndirir də həm də cəza kimi. Aha, nə var burada? Olur cəzalandırmanın müsbətinə aid olur, mənfisinə? Müsbətinə. Müsbətinə də artırdı. Uşağın o deyil, bir işin 5 elədi, belə deyək. Bir işin 5 eləyir burada. Yaxşı. Bəs deyin görün mənə, deyirəm ki, Hüsniyə müəllimə, baxıram ki, dərslərdə axıra qədər iştirak edirsiniz. Sonra bütün testləri verdiklərimi təhvil verirsiniz vaxtında. Sual-cavabda çox aktiv iştirak edirsiniz. Buna görə də nə edirəm? Deyirəm Hüsniyə müəllimə, bu ümumi bir test var, bir 50 dənə sual sınaqlıq. Bunu da işləyərsiniz. Yəni bu da gücləndiricidir də ya. Gücləndiricinin nəyi olur? Müsbəti, mənfisi? Müsbəti. Müsbətinə aid də artırıram işinizi, bəli. Olur müsbəti. Yaxşı, deyin görün mənə. Sinifdə münaqişə niyə baş verə bilər? Nədir səbəb buna? Sinifdə problem olur, onu həll etmək. Hə, o problemlər niyə baş verə bilər? Səbəb nədir o problemlərin yaranmasına, münaqişənin yaranmasına? Uşaqlar arasında münasibətdə ola Dedik ki, bilər. burada varlı kasıb təbəqələrin ayrılması idi. Müəllimin kimsə tərifləməsi ola bilərdi. Hə, tərifləməsi ola bilərdi. Yaxşı, bəs deyin görün mənə. Sonra müəllim bu münaqişələri göz ardı edə bilər? Xırdadır, məsələn, üzərindən keçə bilərmi? Göz ardı edə bilməz, yəni müəllim problemi həll etməlidir. Bəli, yaxşı. Bəs deyin görün mənə. Deyirəm ki, müəllim şagirdlərdə şifahi şəkildə dəyərlər formalaşdırır. Düzgün bir fikirdir? Şifahi şəkildə? Şifahi şəkildə şagirdlərdə yazılı olmalıdır. Yazılı olmalıdır, hə. Şifahi şəkildə yanlışdır, bəli. Yəni ki, yazılı olmalıdır. Çünki niyə deyirdik ki, yazılı şəkildə olanda sonra sübut eləyə bilirik. Amma şifahi olanda unudulur, gedir, yəni yaddan çıxır. Sonra da sübut eləyə bilmirik, yəni bunu biz. Ona görə də olmalıdır necə? Yazılı şəkildə. Deyin görün mənə, sinif icrasında kimlər arasında oldu? İclas müəllim şagird arasında 2-3 dəfə olur. Sonra da şagirdlər arasında da ola bilər. Aha, bəli. Yaxşı, sinif iclasları nə zaman keçirdik? Ya dərsdən sonra təşkil olunur, ya da tənəffüs vaxtı təşkil edə bilərik.
Bəli. Yaxşı. Bəs deyin görün mənə. Sonra hansı nəzəriyyəmizdə idi ki, deyirdi ki, burada ünsiyyət ön plandadır. Mütləq təcrübəli biri olmalıdır ki, ondan öyrənsin şagird. Ünsiyyət ön plan. Piaget, Vygotsky hansındaydı? Piaget. Yox, Vygotsky-də idi. Vygotsky-də idi də bu. Yaxşı, Piaget'in hansı mərhələsində idi ki, deyirdi ki, burada qorxu sindromu var. Yumru nə görsə deyirdi topdur. Mən mərkəzçiliyi var idi. Təkrar eləməmişəm onları. Bəs demirəm, hər dəfə təkrar eləyin. Hissi hərəkəti bu mənim. Hissə hərəkəti niyə olur? İlkin İlkin birinci. əməli. İlkin hissindən əməli sonraki. Yaxşı, Hüsniyə müəllimə, deyin görün mənə hansı iş üsulumuzdadır ki, dedik burada iki qrup olur. Bir qrup fikri təsdiq edir, bir qrup təkzib edir. Məsələn, şagirdləri iki qrupa bölmüşəm. Deyirəm ki, uşaqlar, deyin görün telefonların bizim üçün xeyri var. Bir qrup deyir, bəli, bir qrup deyir, xeyir. Misal üçün də, yəni deyirəm, yaxşı, indi bu fikrinizi əsaslandırın. Arqumentlər gətirirlər. Daha çox arqument gətirən qrupda qalib olur. Formal, qeyri-formal apara bilərik. Yəni müəllim hazırlıqlı da ola bilər, hazırlıqsız, yəni plansız da gələ bilər sinifə. Hansı iş üsulumuza aiddir? Debat tutalım. Bilmədim. Bəli, debat olur. Hüsniyə müəllimə, təkrar eləyin. Dərsdə axıra qədər qalmayanda öyrənmə olmur. Hər zaman deyirəm. Sual-cavab prosesində nə idi? Bu kurikulumda bizə bir yanaşma deyirdi. Deyirdi ki, qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürür müəllim. Yəni refleksiya edərkən. Refleksiya edərkən. Harda demişdik müəllimlər? Deyirdik ki, öyrənmə, deyirdi ki, həmin o şəxs deyirdi, öyrənmə boşluqda baş verə bilməz. Kim idi onu deyən, o yanaşmanı eləyən? Vygotsky. Təcrübə əsasında. Sosial mühitdə öyrənir deyir uşaq. Məsəl üçün ailə mühitində, məktəb mühitində. Bəli. Vygotsky deyir. Səsim dünya bağla görüm, çıx təzədən gir, özümə qayıdır. Sonra Hüsniyə müəllimə, təkrar eləyin. Yaxşı müəllimə. Təkrar eləyin mütləq. Sonra Mətanət müəllimə, fevral qrupundan. İşte müəllimə. Mətanət müəllimə, deyin görün mənə, behaviorizm nəzəriyyəsi nə ilə bağlı oldu? Davranışla. Davranışla bağlı oldu, bəli. Yaxşı. Deyin görün mənə, məsələn, deyirəm ki, Əli neynir? Əli Nurayın çantasını yerə atır. Hər dəfə bunu edir, təkrar bunu edir. Burada hansı bullying növü var? Fiziki bullying var, bəli. Yaxşı. Bəs Əli hər dəfə Laliyə neynir? Müəyyən belə xoşa gəlməyən sözlər deyir. Verbal. Bəli, verbal. Bu da qeyri-fiziki bullyingə aiddir. Yaxşı. Bəli. Əli deyir ki, uşaqlar, indi Lalə çıxsın lövhəyə, görün neyniyəcəm. Ondan həzz alır, deyir, xoşu gəlir etdiyindən. O da verbaldır da müəllimə. Yox. Həzz alır, xoşu gəlir onu etdiyindən. O da fizikiyə aiddir. Məqsədli bullying də, bu məqsədli bullyingə aiddir. Məqsədli Məqsədlidir bullyingə də. aiddir. Bəli. Bəli. Yaxşı, bəs deyin görün mənə, deməli, övladınız gedib summativdən 90 bal toplayıb. Deyirsiniz ki, başqa səndən yüksək bal toplayan oldu. Deyirsiniz ki, hə, o da deyir ki, hə, var. Məsələn də, Lalə 95 toplamışdı. Deyirsən, bax, görürsən, o səndən çox toplayıb. Daha çox çalışsaydın, sən də çox toplayardın. Gedib, gəlib deyirsiniz. Hər gün, hər saat, hər dəqiqə deyirsiniz. Bəs bu hansı bullyingdir? O da verbaldır da müəllimə sözlə deyirəm. Yox, deyirsiniz. Amma övladınızı çox sevirsiniz. Hamıdan çox istəyirsiniz. Bilmədim. Onun xeyri üçün deyirsiniz. Nə idi bu? Məqsədsiz bullying, tədris bullyingi. Məqsədsiz və tədris bullyingidir, bəli. Tədris bullyingidir. Məsələn, deyirəm ki, siniflər arası bir yarış etmişəm. Məsələn, 6A sinifi orada uduzub.
Hər dəfə dərsə girəndə deyirəm ki, ona baxın, keçən dəfə də yarış etdim, orada da qalib gələ bilmədiniz, üzümü ağ etmədiniz. Yəni, uşaqlara belə deyirəm. Hər dəfə bunu deyirəm. O da tədris saatində, o tədris Bəli, bullyingidir. tədris bullyingidir. Mən o sinifimi çox istəyirəm, çox Məqsəd. sevirəm. Hazırlaşdırmışam o imtahana, yəni o yarışa. Orada uduzublar. Amma deyirəm ki, indi sualımı dəyişirəm. Müəllimin Lalədən xoşu gəlmədiyinə görə hər dəfə dərsdə onu acılayır. Ona xoşa gəlməyən sözlər söyləyir. Bu da bullyingdir də, amma ki şeydir, xoşa gəlməyən sözdür. Bullyingdir. Hansı bullyingdir? Məqsədlidir də müəllimə bu da elə. Hansı olur? Məqsədli Bilərək bullyingdir. deyil. Yoxsa danışıram da, bilə-bilə edirəm, qəsd edirəm. Bəli, Məqsədlidir. məqsədli bullyingdir. Bəli, qəsd edirəm bunu mən. Qəsd edirəmsə məqsədli bullyingdir. Yaxşı. Bəs deyin görün mənə, şagird rəssamların adlarını sadalayır, söyləyir idrak olaraq. Söylürsə anlamaqdır. Niyə anlamaq? Yox, sadalayır ki, xatırlamaq. Bilik olaraq. Bilik eləmə, faktoloji bilik. Faktoloji bilikdir, bəli. Bəs təfəkkür olaraq? Məntiqi təfəkkür. Məntiqi təfəkkürdür. Yaxşı. Deyirəm ki, şagird rəssamların adını yadına saxlamaq üçün öz üçün bir plan hazırlayır. Bir cədvəl Metakognitiv hazırlayır. bilikdir. Metakognitiv bilikdir. Bəs yadında saxlayıb öz üçün plan hazırlaması idraki olaraq nə olur? Tətbiq eləyir. Tətbiq etməkdir, bəli. Yaxşı. Bəs Bəli. deyin görün mənə, şagird iki əşyanı müqayisə edir. Təfəkkür olaraq. O anlamaqdır. Anlamaqdır idrakda. Bəs təfəkkür olaraq? O orada da məntiqi təfəkkürdür. Məntiqi təfəkkürdür, bəli. Yaxşı. Bəs deyin görün mənə, şagird deməli, şagird nə edir? Şagird tikiş maşınını işə qoşur. Prosedural bilikdir. Prosedural bilik. Tətbiqdir. Tətbiq mərhələsidir, bəli. Bəs təfəkkür olaraq Bəli. nə olur? Təfəkkür olaraq da şeydir. Ardıcılıq nə idi? Məntiqi təfəkkürdür, bəli. Düzdürsə, Məntiqi təfəkkür. məntiqi təfəkkür olur, bəli. Yaxşı. Şagirdə bir problem vermişəm. Deyirəm ki, ən səmərəli üsulu seç, problemi həll et. Təhlil etmək. Ən səmərəli təhlildir. Bəs təfəkkür olaraq? Məntiqidir. Yox, ən səmərəlisini seçir. Ən səmərəlisi o tənqidi təfəkkürdür. Tənqidi təfəkkürdür. Bəs ən sadə yolu seçsəydi, O sadə yolu məntiqidir. məntiqi təfəkkür olardı, bəli. Bəs deyirdik ki, ənənəvi düşüncədən uzaq olurlar, risk edirlər, heç kimin etmədiyini edirlər. Hansı təfəkkürlü insanlar? O tənqidi təfəkkür insanlardır. Yox, yenilik edirlər, yeni bir yanaşma. Onlar yaradıcılardır, müəllimə, yaradıcı yaradıcı. təfəkkürlü insanlardır, bəli. Yaxşı, bəs Hə, deyin bəli. görün mənə, iş üsullarımızdan hansındaydı ki, deyirdik bu iş üsulları bizim diaqnostik qiymətləndirmə iş üsullarımızdır. O diaqnostik üsullarımız. Biböydü də müəllimə, yoxsa Bir də nə idi? Onun altına yazmışdınız. Bibö bir də klaster. Bibö ilə bəli, klaster idi. Yaxşı. Hansı iş üsullarımızdır ki, orada yoldaş qiymətləndirməsi var idi? Yoldaş qiymətləndirməsi də elə Bibödə olardı da yoldaş qiymətləndirməsi. Akvarium, Akvariumda müəllimə 2 dənə şey. karusel. Akvarium, karusel idi. Karuseldə Yaxşı. bəli. Hansı iş üsulumuzdur ki, dedik ki, şagirdlərdə çətin vəziyyətlərdə qərar qəbul etmə bacarığı formalaşır? Qərarlar ağacı. Qərarlar ağacı iş üsulunun içərisində hansı iş üsulu yer aldı? Beyin həmləsi. Beyin həmləsi, bəli, yer alırdı. Bəli. Sonra. Aybəniz. Çox sağ olun, bir gecə. Siz də sağ olun mənim. Aybəniz, de görün mənə. Behaviorizm nəzəriyyəsi nədən bəhs edirdi? Davranışa görə oldu müəllimə behaviorizmlər. Həm də deyirdilər ki, onlar məsələn mənə bir uşaq verir, şagird verir. Mən onu istəsəm cinayətkar da eləyə bilərəm, istəsəm yəni tanınmış, oxumuş bir uşağa da çevirə bilərəm. Aha, bəli, doğrudur. Yaxşı. Bəs de görün mənə, behaviorizm nəzəriyyəsindən əlavə yenə situasiyalar verim sizə. Məsələn, deyirəm ki, deməli, dərs keçirəm, dərs zamanı baxıram ki,
Əli dayanmadan danışır. Dayanmadan danışır. Bu Dərsi pis dinləmir. vərdişdir, cəzadır. Yaxşı. O dayanmadan danışdığına görə neynirəm? Əliyə deyirəm ki, otur, məsələn, bu 2 vərəq yazını yaz. Cəza verirəm də ona. Amma müsbəti olur onun. Bəli. Yaxşı. Bəs Pis o davranışın müsbəti. bəs desəm ki, o danışdığına görə deyirəm ki, tənəffüsə çıxma. Əlindən almış oluruq, mənfi olur. Mənfi olur, bəli. Yaxşı. Əli sinifin ən yaxşı oxuyan uşağıdır. Deməli, baxıram ki, dərsdə çox aktivdir. Summativdə 100 bal alıb. Deyirəm ki, Əliyə, summativdə 100 bal almısan, ona görə də məsələn də gələn dəfə dərsləri oxumasan da olar. Gücləndiricidir, amma əlindən alırıq mənfisi. Mənfisidir, bəli. Yaxşı. Əli yaxşı nəticə göstərdiyinə görə, Əli 100 bal aldığına görə deyirəm, Əli, get, bu 5 mövzunu təkrar elə. Bundan testlər verəcəm sənə işdə. Əlavə. O da gücləndiricidir, həm də müsbətidir. Müsbətidir, bəli. Yaxşı. Bəs de görün mənə, sinif iclaslarında kim olurdu? Sinif iclaslarında müəllim, şagird, bir də şagirdlər arasında da ola bilərdi. Olurdu. Valideyn burada var idi? Xeyr, valideyn ola bilməz sinif Valideyn yox iclasında. idi, bəli. Yaxşı. Sinif iclasları nə zaman keçirilirdi? Sinif iclasları müəllimə elə bil ki, tənəffüsdə də olur. Əgər qısa bir konfliktdirsə, mən onu 10 dəqiqəlik, 5 dəqiqəlik tənəffüsdə deyirəm. Yox, əgər böyükdürsə, dərsdən sonra saxlayıb, dərsdən sonra danışıq aparıram. Danışıq aparırdım, bəli. Yaxşı. Bəs de görün mənə, buzqıran strategiyası nə idi? Buzqıran strategiyası şagird, müəllim-şagird arasında aparılan, el arasında desək, buzların əridilməsidir. Yəni, bir-birlərinin tanıması, bir-birləri anlaması, başa düşməsi deməkdir. Bəli. Yaxşı. Bəs de görün mənə, deyirəm ki, müəllim şagirdlərə şifahi şəkildə dəyərləri formalaşdırır. Doğru bir yanaşmadır, fikirdir? Xeyr, yazılı şəkildə olmalıdır ki, sübutlu olsun. Bəli, yazılı Şifahi şəkildə şəkildə olmaz. olmalıdır. Yaxşı. Bəs de görün mənə, sonra bu Qaniye 9 addıma görə hansı mərhələsində idi ki, müəllim şagirdləri araşdırmağa yönəldirdi, resursla təmin edirdi? 5-ci mərhələdəydi, yəni onda. Yaxşı, 5-ci addımda idi. Bəs real həyati situasiyalar təqdim edirdi? Real həyati situasiya, o da 5-cidədir müəllimə. Yaxşı. Bəs qiymətləndirmə meyarlarını xatırladır? Qiymətləndirmə meyarını xatırladır. 8-ə qiymətləndirir, 7-də refleksiya edir. Yox, 7-də refleksiya etmir, xatırladır. Xatırladır, 7-dədir xatırlatma. 8-də artıq qiymətləndirmə edir. Konstruktiv rəy verirəm, bəli, şagirdə. Amma 8-də artıq qiymətləndirirəm. Hansı qiymətləndirmə növlərindən istifadə edirdik orada? Yoldaş qiymətləndirməsi. Kim tərəfindən aparılırdı qiymətləndirmə, belə deyim? Müəllim tərəfindən də ola bilər, şagird tərəfindən də. Müəllim, Yəni özünü yoldaş və özünü qiymətləndirmə olurdu, bəli. Yaxşı. Bəs de görün mənə, müəllim şagirdlərə real həyati situasiyalar əsasında ona yönələn tapşırıq verirdi artıq. Artıq tapşırıq verirsə 9-cu mərhələsindədir, bəli. Möhkəmləndirmə. Bəli, 9-cuda olur. Yaxşı. Bəs de görün mənə, Piaget'in hansı mərhələsində idi ki, deyirdi ki, şagird artıq atacağı addımın, hərəkətin mümkün nəticələrini görə bilir, təhlil edə bilirdi. Formal əməli mərhələsində. Bəli. Mükəmməlçi olurlar, yenilik olsun, geri çəkilirlər, irəli getmir, iradələri zəif olurdu. Düşüncə tərzindən. Karl Dweck. Mükəmməlçi Açıq, olurlar. qapalı. Müəllimə, açıq düşüncə malik olanlar. Bəli. Çünki onlar dayanmadan, yəni pes etmirlər də, belə deyim, türklər deyirəm ki, kimi. mükəmməlçi olurlar. Bir dənə uğursuzluq olsun, geri çəkilirlər. Hansındadır bu? Qapalıda bu. Elə Qapalıdadır. bildim deyirsiz, çəkilmir. Yox, geri çəkilirlər. Amma desəm ki, mükəmməlçiliyi sevmir, uğursuzluq olsa belə irəli addım atırlar. Nədirsə çətinlik çəkir, deyir, yox, mən bacaracam, hələ ki bacarmıram. Bəli, hələ ki bacarmıram. İndi alınmır deyib davam edirlər o insanlar. Olur açıq düşüncə tərzində. Yaxşı, hansı təlim modelində idi ki, deyirdik, burada müəllim mövzunu hissə-hissə öyrədir, kiçik hissələrə bölərək öyrədir, parçalara ayırır.
Təlim modeli. Birbaşa da. Birbaşadaydı, bəli. Birbaşa təlim modelində idi. Yaxşı. Bəs de görün mənə, Vygotsky ilə Piaget'in ortaq xüsusiyyəti nə oldu? Uşaq deyir oynayaraq öyrənir. Aha. İş üsullarından hansındaydı ki, deyirdik bu tapmacaya bənzəyir, yeni anlayışı müstəqil şəkildə çıxardır, induktiv mühakiməyə bənzəyir. Anlayışın çıxarılması. Şagird bildiklərini qısa lakonik şəkildə ifadə edir. Think Wayne. Bildiklərini. Hə, o mətni oxuduğu. Bildiklərini qısa lakonik deyirsə, adı Klaster. klaster, Klaster, şaxələnmə. Sonra sual-cavab strategiyasına əsaslanır. Hansı iş üsulumuzdur? Sokrat dialoqu. Sokrat dialoqundadır. Sonra bəs yazıçılar, şairlər, ixtiraçılar haqqında olan bilikləri ortaya qoyur. Yeniləyən bilikdir, belə deyək. Mən kiməm? Mən kiməmdir, bəli. Sonra müəllim şagirdlərə turp nağılını keçir, sonra şagirdlər onu səhnələşdirir. Aha, rollu oyun. Rollu oyundur. Deyirəm ki, Aybəniz bir günlük təhsil naziri olsan nə edərdin? Nə ola, o nə deyirik ona? Aha. Özün oynayırsan. Nə idi? Simulyasiya. Simulyasiyaydı. Qiymətləndirmənin prinsipləri? Qiymətləndirmənin prinsipləri 2 dənə idi. Təlim strategiyası. Yox. Uyğunluq, Yox. Uyğunluq, validlik. vahidlik. Vahidlik. Nə Bəli. idi? Bir də etibarlıq. Etibarlıq, uyğunluq idi də. Bəli. Etibarlıq, bəli. Deyə bilərəm nətər olur. Müəllimə, məsəl üçün ingilis dilindən uşağa 10 dənə söz seçmişəmsə, ona uyğun 10 dənə test verirəmsə, bu uyğunluqdur. Amma məsəl üçün uşağa KSK işlətmişəm, sual-cavab eləmişəm də, tutaq ki, orada 60 bal yığıb bu şagird. Gəlirəm bir də KSK eləyirəmsə, uşaq burada artıq yüksək nəticə yığıb, 95 yığıbsa, burada etibarlılıq pozulub. Bəli, etibarlıq pozulubdur artıq orada. Bəli, oldu. Sağ ol əzizim. Sonra, mətanət müəllimi. Mart qrupundan olan mətanət müəlliməmiz. Mən məsəlsiz qırıldı, bilmədim, mənim tarixçiyə yox. Mətanət bacı. Yaxşı. Deyə görün mənə, behaviorizm nəzəriyyəsi nə ilə bağlı oldu? Ona təkrar toxunaq ki, yadınızda qalsın. Behaviorizm nəzəriyyəsi nə ilə bağlıdır? Səsim qırılır yenə. Davranışla bağlı idi. Xeyr müəllimə, qırılmır. Davranışla Davranışla bağlı. bağlı idi. Davranışla bağlı idi. Gücləndirdi var idi, bir də cəzalandırma var idi. Bəli, yaxşı. Bəs deyə görün mənə, deyirəm ki, deməli, Əli ilə Hüseyn dalaşır. Müəllim bunlara deyir ki, dərsdən sonra qalın dərsdə 1 saat sizə əlavə dərs keçəcəm. Bu dalaşırlar deyə müsbət cəza. Niyə müsbət olur ki, dalaşırlar, xoşa gəlməyən, arzu olmayan bir hərəkət eləyirlər. Bilirsiniz niyə elə dedim? Çünki bunlar bu hərəkəti eləyirlər, amma nəticədə müəllim onlara cəza olaraqdan dərs keçir. Ona görə elə düşündüm. Niyə ki? Gücləndirir də, hə? Gücləndirir, Gücləndirir. Yəni, artırır da, müsbət edir. Artırır, belə deyək. Mənfini artırır. Yaxşı. Bəs də görün mənə, sinifdə münaqişəyə nə səbəb ola bilər? Sinifdə münaqişəyə nə səbəb ola bilər? Burada sinif iclaslarında valideynlərin olmaması, sinif iclaslarında müəllim və yaxud da şagirdin olması. Sinifdə münaqişəyə nə səbəb olur deyirəm. Məsələn, nə idi? Varlı kasıb təbəqə. Varlı kasıb təbəqənin uşaqları idi. Bir də emosional intellektin inkişaf etdirilməsi. Bunlar nədir? Tursuz. Həll yoludur, həll yolu. Sinifdə münaqişəyə səbəb olur. Nə varlı kasıb təbəqənin olması. Şagird deyir ki, məsələn, Lalə Nuraya deyir ki, Nuray sənin ayaqqabıların köhnədir. Nə bilim, onu aşağılayır da, onun imkanı yaxşıdır, birisini aşağılayır, belə deyək, kiçik görür. Bir də nə idi? Müəllimin tərif verməsi. Deyirəm ki, Mətanət, sən bu günlərim suallara çox yaxşı cavab verdin. O deyək, qrupumun gözdəsisən, nə bilim, ay maşallah sənə. Hə, Aybəniz oradan qıcıqlanır. Nə edir sənə, məsələn də gəlir səndən münaqişəyə səbəb olur, dalaşırsınız. Bəli. Bəli.
Bu nə oldu? Münaqişə səbəbi oldu. Amma desəm münaqişənin həll yolları onda bəli deyə bilər ki, sinif iclasları idi, buzqıran strategiyası var idi. Sonra nə dəyərlər formalaşdırırdıq. Sonra rollu oyun simulyasiya var idi burada. Var idi, simülyasiya var idi, bəli. Empatiya yaratmaq var idi, emosional intellektin inkişaf etdirmək var idi. Aha, yaxşı. Bəs deyə görün mənə dəyərlər yazılı şəkildə oldu yoxsa şifahi? Dəyərlər şifahi şəkildə. Dəyərləri şifahi şəkildə şagirdlərə deyirdik, yoxsa mütləq yazılı şəkildə olmalı idi? Yox, olmazdı, mütləq yazılı şəkildə olmalı idi. Dərsin izahında buradaydın? Buradaydım ay mənim, nəsə olub elə bir Nə oldu yadımdan sənə? çıxıb. Hə, yaxşı. Bəs deyə görün mənə buzqıran strategiyası nə idi? Buzqıran strategiyası elə bir uşaqlar arasında buzu əritmək üçün istifadə olunur, belə deyək. Misal üçün bir dənə yumağı götürürük, ip yumağını götürürük, uşaqlara suallar veririk və onların arasında olan belə deyək, buzları qırırıq, əridirik. Bəli. Yalnız elə şagirdlə şagird arasında olur. Necə? Yalnız şagirdlə şagird arasında olur. Müəllimlə şagird arasında da ola bilər. Müəllim şagird, şagird şagird arasında olur. Bəs valideyn var burada? Xeyr, valideyn yox. Valideyn yox idi, bəli. Yaxşı. Bəs deyə görün mənə sinif iclasları nə zaman keçirilir? Sinif iclasları ya tənəffüslərdə qısa dəyər tənəffüslərdə eləmək olar və yaxud da valideynlərə məlumat verilir ki, misal üçün bu günlərin sinif iclası olacaq, uşaqlar 40 dəqiqə, 45 dəqiqə artıq qalacaq. Müəllimlə şagirdlər arasında ola bilər. Yəni dərs zamanı olmur. Necə? Dərs zamanı olmur, yəni bunu yadda saxlayın. Bəli, dərs zamanı olmur. Əgər ki 3-4 dəfə sinif iclası müəllimlə şagird arasında keçirilir, ondan sonra şagird arasında da ola bilər. Yəni şagirdlər özləri də keçirə bilər öz aralarında. 200 dəfə müəllim keçirdir, sonra şagirdlər keçirilir. Yaxşı, bəs deyə görün mənə məktəb daxili qiymətləndirmənin hansı növləri var? Formativ qiymətləndirmə, summativ qiymətləndirmə, diaqnostik qiymətləndirmə. Yaxşı, bəs deyə görün mənə kiçik summativ qiymətləndirmə nə zaman aparılır? Bölmənin sonunda. Kim tərəfindən aparılır? Müəllim tərəfindən, fən müəllimi tərəfindən. Yaxşı. Bəs kiçik summativ qiymətləndirmənin keçirilmə vasitələri? Yazılı ola bilər, şifahi ola bilər. Sonra var idi, misal üçün rəsm dərsində müəllim tapşıra bilər ki, uşaqlara filan rəsmi çəkin gətirin və yaxud da hər hansı bir əl işi hazırlayıb gətirib, onun əsasında qiymətləndirmək olar. Aha, yəni yaradıcılıq, əl işi layihədə bura aiddir. Yaxşı, bəs deyə görün mənə böyük summativ qiymətləndirmə kim tərəfindən aparılır? Böyük summativ qiymətləndirmə rəhbərlik deyildi. Kimdir bəs? Kim aparır onu? Nazir? Yox, rəhbərlik də aparılır. Yox, mən hafızamaya ağlım getdi. Bəli, rəhbərlik tərəfində aparılır. Nəsə olub bugün sənə? Sən o mətanət deyilsin. Deyəsən, mən yuxulamışam mən. Nə qayırdın bugün? Tezdən durub işə gedib gəlmişəm, yorulmuşam bugün biraz, ondan ola bilər. Adətən mənimlə qonaqlığa gedəndə, nə bilim, gəzməyə gedəndə baxırsan ki, yəni dərsə yaxşı cavab vermirlər. İstirahət eləməkdən yox, heç ara getməmişəm valla. Hə, yaxşı. Bəs deyə görün mənə, deməli, böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən keçirilir, amma sualları hazırlandı. Kim tərəfindən? Komissiya tərəfindən hazırlanır suallar və misal üçün bir məktəbdə hazırlanıb, başqa məktəblərə də ötürülə bilərdi, belə ola bilər. Yaxşı, bəs hansı sinifdə BSG yox idi? 1, 2, 3-də. Hansı sinifdə KSG yoxdur? Bir dənə birinci sinifdə yox idi KSG. Bir də yox idi, bəli. Bəs hansı siniflərdə bütün fənlərdən BSG aparılır? 9, 11, 4. Yaxşı. Bəs deyə görün mənə, BSG-nin vaxtı nə qədər idi? Minimum 45 dəqiqə, maksimum, aşağı siniflərdə əslində misal üçün 4-cü sinifdə 45 dəqiqə bəs eləyirdi, amma 9-11-ci siniflərdə maksimum 90 dəqiqə də ola bilər. Maksimum 90 dəqiqə ola bilərdi, bəli. Yaxşı, bəs deyə görün mənə, bu summativ qiymətləndirmənin keçirmə vasitələrindən ən effektivi hansı idi? Ən effektivi test formasında keçirilməsidir. Test üsulu idi, bəli. Yaxşı. Bəs deyə görün mənə, şagird nə edir? Şagird kompüteri işə salır, bilik olaraq. Kompüteri işə qoşur, bilik olaraq. Xatırlamaq. Bilik, faktoloji,
konseptual, prosedural. Xatırlayıb işə salırsa, hə faktolojidir, bəli, faktoloji. Faktoloji niyə olur? Özüm huylandırıram. Faktoloji niyə olur? Yox, işə ay Allah, niyə bilmirəm. İşə salır. Prosedural bir şey, Gedirəm, bir şey topu çəkilirsə, həyata taxıram, salırsa, nə bilim, prosedural. sistem blokundan açıram, sonra gedirəm orada klaviaturadan basıram, nə bilim, onu edirəm, yanaşmalarım çoxdur orada. Məsələn, deyirəm ki, Proseduraldır, bəli. mətanət dərsə qoşulacaq bugün. Bax, hansı bilik əsaslanır sənin bu dərsə qoşulmağı? Telefonu alsan Bu da əlinə, WhatsApp-a prosedural. daxil Mən olursan, telefonu linkə əlimə daxil alıram, linkə olursan, daxil oluram. Məsəl üçün kameranı açıram, səsi açıram. Bunlar hamısı açarsan nə prosesdir kameranı də. birdən. Hə. Nə olur burada? Olur prosedural bilikdə. Prosedural. Prosedural bilik olur. Yaxşı, deyirəm ki, kompüterin hissələrinin adını söylə. Deyirsən ki, mənim sistem bloku, mouse, monitor, klaviatura. Faktoloji bilikdir. Xatırlayıb söyləyir. Bəs idraki olaraq nədir? Anlamaq, İdrak. xatırlamaq, təhlil, tətbiq, O da xatırlamaq. xatırlamaq olur, təfəkkür olaraq. Bəli. Məntiqi təfəkkür. Məntiqi təfəkkürdür, bəli. Yaxşı. Bəs şagird kompüterin işə salınma ardıcıllığını quru-quruya söyləyir, tətbiq etmir, söyləyir. İdrak olaraq, Xatırlamaq. xatırlamaq, bilik olaraq. Faktoloji bilik. Niyə? Sadəcə quru-quruya söyləyir. Biz nə demişdik Yox, yenə də prosedural bilikdə? prosedural. Demişdik prosedural bilik Ardıcıllıq tətbiq söyləyirsə. oluna da bilər, olunmaya da bilər də. Hər zaman Aha, tətbiq bəli. mərhələsi əlaqəlidir? Xeyr. Əlaqəli deyildi. Ardıcıllıq var, bəli. Nəsə Prosedural. oldu sənə bu gün? Sonra Günay. Bəli, müəllim. Aha. Türkan burdadır. Türkan. Türkan yoxdur. Hə, Günay, de görün mənə. Behaviorizm nədən bəhs etdi? Davranışdan mənim. Davranışla bağlı idi, bəli. Yaxşı, bəs de görün mənə. Sinif iclasları nə zaman keçirdirdik? Nə zaman keçirdirdik? Aha, sinif iclasları nə zaman keçirdik? Apardı. Dərsdən sonra bir də qısa müddətli isə tənəffüslərdə. Tənəffüsdə də ola bilər, bəli. Yaxşı, bəs deyirəm ki, sinif iclasları hər zaman müəllimin iştirakı ilə olur. Yəni müəllimsiz sinif iclası olmur. Doğru bir yanaşmadır. 2-3 dəfə müəllimlə ola bilər, sonra şagirdlər arasında da ola bilər. Şagirdlər arasında bəli ola bilər. Yaxşı, bəs de görün mənə. Sinif iclaslarına valideyn olur? Xeyr, müəllim. Olmur. Bəs valideyn iclasında şagird olur? Xeyr. Olmurdu. Yaxşı, de görün mənə. Valideyni məktəbdən soyudan səbəb nədir? Uzaqlaşdıran. Yəni məxfiliyin qorunmaması idi. Sonra iş saatının çox olması idi. Bir də müəllimin laqeydliyi idi desəz. Laqeydliyi idi, bəli. Yaxşı. Bəs orada 4 dənə demişmi əzbərləyərsiniz, yanaşma var idi. Müəllim valideynlə ünsiyyətində, münasibətində. Nə o yanaşma? Təşəbbüsü ələ almaq idi, israr etmək idi, empatiya idi, bir də anladığını göstərmək. Anladığını göstərmək idi, bəli. Məsələn, valideyn iclasına gəlməyib, valideyn, yəni indi bir dəfə də gəlməyib. Məsələn, o keçən dəfə gəlmişdi. Hə, deyirəm ki, körpə uşağı var, nə bilim, xəstədir də deyir, başa düşürəm. Anlayıram ki, hə, olur da hamının başına gəlir, yəni empatiya göstərirəm burada. Anlayış göstərirəm. Yaxşı, bəs de görün mənə, rubrik nə idi? Qiymətləndirmə cədvəli. Aha, neçə elementdən ibarətdir? 3. 3. Nə idi? Təlim məqsədi idi. Yox. Səviyyə idi, təlim Meyar. nəticəsi. Meyar. Meyar, yox, meyar idi, səviyyə idi, bir də səviyyənin təsviri. Təsviri idi, bəli. Meyar nədən çıxarılır? Təlim nəticəsindən. Bəs təlim nəticəsi? O alt standart. Aha, planlaşdırma neçə cür olur? 2 cür. İllik, bir də gündəlik. Gündəlik. İllik planlaşdırmanın tərtibatı məktəblərə görə dəyişə bilər? Bəli. Aha. Bəs tədris vahidi hansında idi? O illikdə. İllikdə. Alt standart. Hər ikisində. Geriyə planlama. Hər ikisində. Aha, geriyə planlama. Geri Ha. Nə oldu? ikisində də var. Hər ikisində var da geriyə planlama. Həm altda, həm də nədir? Həm gündəlikdə, İllikdə. həm də illikdə. Alt standartda onun kimi. Yaxşı, bəs de görün mənə, bu geriyə planlama neçə hissədən ibarətdir?
3 hissədən idi. Aha. Nədir? Təlim nəticəsi idi, qiymətləndirmə də bir də özünü nə idi? Hə. Fəaliyyət idi bir də. Fəaliyyət. Nə idi? Təlim Öyrənmə nəticəsi, fəaliyyəti. qiymətləndirmə, öyrənmə fəaliyyəti idi. Bəli. Öyrənmə fəaliyyətində nələr öz əksini tapırdı? Necə öyrəndi şagirdlər? İş üsulu, Hə, necə öyrənirlər? O da iş Motivasiya. üsuludur, iş formasıdır, yəni qrupla iş forması, motivasiya bəli, idi. motivasiyadır. Nələrdən istifadə edirəm? Onlar da öyrənmə fəaliyyətində yer alırdı. Yaxşı, iş üsullarından de görün mənə. Hansı iş üsulumuzdur ki, mövzunu hər tərəfli öyrənməyə şərait yaradır? 6 qrup olur. Hə, Bloom kubu. Bloom kubundaydı. Biliklərin müqayisəsi vardı, qeyd götürmə var idi, işarələr sistemi adlanırdı. İnsert. idi. Aha, suallar texnikasıdır, Kipling metodu idi, jurnalistikada, kriminologiyada istifadə etdik. 4N1KH. Ünsiyyət texnikasıdır, layihələrdə istifadə edirik bunu da. Qızıl dairə. Qızıl dairədə idi. 2-2 artır, 2 misli artır. O qar topu. Qart topu idi. Şagird əvvəlcə prosesi tək işləyir, sonra olur 2 nəfər, bu 2 nəfər olur. Sonra nə bilim 4 nəfər, 4 olur. 8 sonra qrupa bölünürlər. Düşün, cütləş, bölüş, paylaş. Bölüş, paylaş idi, bəli. Yaxşı, bəs de görün mənə hansı iş üsulumuzdaydı ki, empatiya var idi? Empatiya. Özünü başqasının yerinə qoymaq, onun kimi düşünmək. Məsələn, deyirəm ki, yağış yağır. İndi taksi sürücüləri sevinir ki, müştərim çox olacaq. Yox, düşmədi yadıma. Nə idi? Cisim və hadisələrə müxtəlif nöqteyi nəzərdən yanaşmaq. Yanaşmaq.